Trans yağlar bütün yağlar arasında ən təhlükəlidir. Ən təhlükəli yağlar donuz yağında və ya yumurtada deyil. Supermarketdəki xırtıldayan peçenyelərdə və ya tortlarda olur. Diyetoloq Viktoriya Gavarşko bu barədə xəbərdarlıq edib. Təbiətdə demək olar ki, zərərli yağlar yoxdur. Zərərli yağlar süni yolla hazırlanır. Bunlar hidrogenləşmə yolu ilə istehsal olunan trans yağlardır. Maye yağ bərk yağa çevrilir, faydalı xüsusiyyətlər qalmır. Yalnız kanserogenlər deyə mütəxəssis bildirib. O əlavə edib ki, trans yağların xərçəngə səbəb olduğu iddiaları realdır və sübut olunub. Bildirilib ki, trans yağlar zərərlilik baxımından ən pis olan süni şəkildə dəyişdirilmiş bitki yağlarıdır. Onlar yalnız aşağı sıxlıqlı lipoprotein səviyyələrini artırmaqla yanaşı, yüksək sıxlıqlı lipoprotein səviyyələrini də azaldır və qan damarlarına zərər verən sistemik iltihaba səbəb olur. Bu qrupa margarinlər, yağlar, ucuz bişmiş məhsullar, kartof qızartması, cips, qızardılmış qidalar, bəzi növ popkorn və konfetlər daxildir.